Salam, mən bugün sizə idman oyunlarında bir komandanın bir və yaxud da bir neçə dairəvi yarış üzrə keçirilən oyunlarda bir komandanın toplayacağı yekun xalların hansı ardıcıllıqla hesablanmasını izah edəcəm. Bu, mən deyərdim ki, bütün idman oyunlarında eynidir. Yalnız fərq budur ki, idman oyunlarında verilən qalibiyə, məğluba və yaxud da ki, bərabərliyə verilən xallara görə hesablanır. Bir oyun götürək, tutaq ki, basketbolu götürək. Basketbol oyunundan. Baxın, deyir ki, bir basketbol qarşılaşmasında 25 komandadan ibarət, biz nə edirik? 25'i qeyd edirik. 25 komanda var deyir. Bir oyunda basketbol qarşılaşmasında 25 komandadan ibarət bir dairəvi yarış keçirilir və yaxud da 2 dairəvi deyək. Biz gəlin götürək 2 dairəvini. Əgər 2 dairəvi yarış deyirsə, biz ilk olaraq 25 komandanın içərisində bir komanda kimdir? Bizim özümüzdür. Özümüzü çıxmalıyıq. Çünki özümüzlə yarışıb xal qazanmayacaq ki. Biz digər rəqib oyuncularla belə deyək, ya xal qazanacaq və ya da xal itirəcək. Bunun üçün ilk olaraq müəllimlər 25 komandadan biri özümüzü çıxırıq. Neçə oyun qalır? Neçə komanda qalır daha doğrusu? 24 komanda qalır. Və deyir ki, 2 dairəvi yarış keçirilir. Biz bu zaman nə edirik? 24'ü vururuq 2'yə. Bərabərdir 48. Deməli, bir basketbol qarşılaşmasında 48 oyun belə deyək gedib. Bir komandanın 48 digər bir komanda ilə mübarizə aparıb. Və bundan savay müəllimlər, mən bilirəm ki, bir çox müəllimlərin ümumiyyətlə bir dairəvi sistem üzrə hesablanma qaydasında ən çətinlik çəkdikləri məqamdır ki, bir çox müəllimlərin çətinlik çəkir bunu hesablanma qaydasında. Əgər söhbət basketboldan gedirsə, biz ilk olaraq nə edirik müəllimlər? Qalibə, məğluba və ya da texniki məğluba və ya da bərabərliyə hər hansı bir xal verilirsə onları qeyd edirik. Təbii ki, bilirik ki, basketbol qarşılaşmasında bərabərlik deyilən bir anlayış yoxdur. Biz nə edirik? Qalibə bilirik ki, 2 xal verilir. Əgər oyun nümayiş etdirib məğlub olubsa, bir xal verilir. Texniki məğlubiyyət alıbsa, yəni komandasında lipa tapılıbsa sonda və yaxud da ki, oyuna tam əsas heyət 5 nəfərlə gəlməyibsə və 15 dəqiqə müddətdə bitibsə, həmin komandaya 0. Yəni məğlub olan komandaya 0 xal verilir. Bunu da qeyd edin. Texniki məğlubiyyət. İlk olaraq bunları qeyd etməliyik ki, biz basketbol oyununda biz qalibə, məğluba və ya da texniki məğluba verilən xalı bilməliyik ki, bu ardıcılığı düzgün toplaya bilər. Və deyir ki, dedik ki, 25 komanda 2 dairəvi yarışdır. Birini özümüzü çıxdıq, qaldı 24 komanda. 24 komandada 2 dairəvi deyirsə, vururuq 2 edir 48. Və deyir ki, 48 oyundan bir komanda 15 oyunu qalib, 14 oyunu oynayaraq məğlub olub, 6 oyunu oynamadan texniki məğlubiyyət alıb, baxın, texniki məğlubiyyət alıb və digər oyunları isə qalib olubsa əgər, bu komandanın maksimum toplayacağı xal nə qədər ola bilər? Baxın, dedik 15 xalı, 15 oyunu daha doğrusu qalib, 14 oyunu məğlub, 6 oyunu texniki məğlubiyyət və digər yerdə qalan oyunları isə qalib olarsa, bir komandanın toplayacağı xal nə qədər ola bilər? Biz ilk olaraq burada digər oyunları qalib dedik sondakı, o x qoyuruq və biz ilk olaraq biz x-i tapmalıyıq ki, x-in yerində hansı rəqəm durur və yaxud da ədəd durur. Nə edirik? 48 oyundursa, əgər müəllimlər, biz 48-dən 15'i çıxırıq, bundan da yenə 14'ü çıxırıq və 6'nı çıxacaq. Baxın, 48'dən 15 çıxanda neçə qalır? 33 qalır. 33, 48'dən 15, bəli, 33 qalır. Yenidən 33'dən də 14'ün çıxırıq. Qalır deməli, 33 çıxanda 19. 19. Və 19'dan da 6'sını çıxırıq müəllimlər, qalır 13. Bizim deməli, x-imiz tapdıq neçə oldu? 13. Deməli, bizim digər yerdə qalan oyunlarımız qalib olubsa deyirsə, 13 oyundan gedir söhbət. Yəni, bu formada da yenə hesabımızda 48 rəqəmini alacaq. Baxın, 15, 14, 29, 6, 35, bu da 13, 35, 13, 48. 48 oyun dedik, mübarizə aparılıb. İndi biz x-i də tapdıqsa və qalib, belə deyək, neçə oyunu qalib olubsa, neçə oyunu məğlub olubsa və neçə oyunu oynamada texnik məğlubiyyət alıbsa və sonda digər oyunlar demişdik ki, x-imiz, o da 13 oyundur, tapdıq ki, onları da qalib olubsa, indi bunları biz bu formada hesablayacaq. Qalib deyirsə, biz qalibə dedik nə qədər xal verilir? 2 xal. Bu zaman nə edirik müəllimlər? Qalibə verilən xal var ki, 15'i vuracaq 2'yə. Neçədir? 30.
Üzərinə gəlirik. 14 oyunu məğlub olub. Oynayıb, sadəcə məğlub olub. 40 dəqiqə müddətində oyun bitənə kimi, belə deyək. Və biz dedik ki, məğluba neçə xal verilir? Qeyd etmişik, 1 xal. Bu zaman nə edəcək? 14'ü vuracaq 1'ə. Edir elə yeni 14. Üzərinə deyir 6 oyunu texniki məğlubiyyət alıb. Lipa tapılır və yaxud da oynamadan uduzub. Və biz demişdik, texniki məğlubiyyət alıbsa əgər, belə deyək, lipa tapılıbsa və yaxud da oynamadan, oyuna başlamadan məğlub olubsa 0 xal verilir. Ona görə biz 6-nı elə 0'a vuracaq, yenə 0 edir, qeyd etmirik. Və yerdə qalan dedik, digər oyunlarımız da x-imiz də tapdıq ki, 13 oyundur. Və 13 oyunda deyir, yerdə qalan digər oyunlarda qalib olubsa, nə qədər xal toplaya bilər maksimum? Biz yenə 13'ü neyniyəcək? Qalibə 2 xal verilmir. 13'ü vuracaq 2'yə. Edir 26. Baxın, bizim cavabımız budur. Bunları hesablayacaq və bir komandanın bir basketbol qarşılaşmasından 25 oyun komandadan ibarət olan 2 dairəli yarışda bir komandanın bu cədvələ uyğun olaraq maksimum toplayacaq xalı artıq bilirik. 30'un üstünə 14, 44, 44'ün də üstünə 26, 70. Deməli, bu qarşılaşmada bir komandanın bu cədvələ uyğun toplayacağı xal olacaq neçə? 70. Yəni bu ardıcıllıqla toplanacaq. Cavab da olduğu 70.